Hər vaxtınız xeyir. Mən yenə gəldim, yenə də sizinlə gözəl, ləzzətli və evimizdə hər bir kəsin çox ləzzətlə yediyi, çox sevdiyi bir yeməklə gəldim. Bu əslində Türkiyənin Kayseri bölgəsinə məxsus olan Kayseri yağlaması yeməyidir. Orada mənim deməli əvvəldən hazırladığım videom var. Onu da sizə burada ilk karta yerləşdirəcəm, izləyə bilərsiniz. Orada mən yuxaları özüm hazırlayıram və ki Kayseri yağlamasında yuxaları özümüz hazırlamalıyıq. Bu dəfə bir balaca tənbəl üsul elədim. Hazır yuxalardan istifadə edəcəm. Deməli, bol soğan istifadə edirəm. 400-500 qram qiyməyə 2 böyük soğanı, hətta 3 də edə bilərsiniz. Bol soğanlı, çox ləzzətli olur. Qovururam. 1-2 diş sarımsaq da əlavə edirəm. Qırmızı biber əlavə edirəm. Yaşıl biber də əlavə edə bilərsiniz zövqə görə. Və bol-bol yenə də yayda hazırlayıb bağladığım bankalarda pomidor əzməsini əlavə edirəm. Bol sulu və əlavə suya ehtiyac olmur. Və pomidorun öz suyunda bu qiymə həm qovrulur, həm bişir, həm də çox suyunu çəkdirməyə ehtiyac yoxdur. Çünki biz yuxalara üzərini üzəcəyimiz üçün onun suyu bizə lazımdır. Hədsiz yox, bir balaca sıx sulu hazırlayırıq. Qara istiot, qırmızı pul biber, duz əlavə edirik. Dadına baxırıq gözəl bir şəkildə. Sonra qapağını qoyuram. Pomidorun suyunda və ətin öz suyunda, qiymənin öz suyunda gözəl şəkildə bişir. Bişdikdən sonra yenə qeyd edirəm, özünüz yuxa hazırlaya bilərsiniz. Sadə qutab yuxasından edə bilərsiniz. Mən burada hazır yuxalardan istifadə edəcəm. Hardasa mənim yuxalarım böyük diametrdə idi deyə artıq 10 ədəd getdi. Amma daha kiçik diametrli yuxa götürsəniz, daha hündür, hardasa 15-16 yuxa olub tort kimi qat-qat hündür edə bilərsiniz. Bu yuxaları sevirəm. Bunların da ölçüsü böyük olduğu üçün bu cür hazırladım. Sini üzərinə deməli yuxanı yerləşdirirəm sırayla, qiyməni yerləşdirirəm hər bir tərəfinə. Sulu olmağı həm də ona görə yaxşıdır ki, gözəl bir şəkildə yuxanı isladır və çox gözəl, ləzzətli bir yemək alınır. Bizdə hər kəs bunu çox sevir. Çox sevir. Yəni hazırlayanda heç qalmır da bir damcı da. Və bu cür yəni yuxalar çox qalındırsa bir qədər gözləyin, islansın, özünə gəlsin. Yox, nazikdirsə dərhal da keçib nuş edə bilərsiniz. Məndə bu cür alındı. İnci yuxalar olduğu üçün yenə qeyd edirəm, balaca yuxalar olduqda daha qat-qat və tort kimi hündür alınacaq. Sarımsaqlı, qatıqlı yeməkdə fayda var. Çox ləzzətli, çox gözəl alınır. Siz də hazırlayın. Nuş edin. Videomu bəyəndinizsə mütləq like edin. Rəylərinizi gözləyirəm. Paylaşmağı unutmayın. Salamat qalın. Gələn videolarda görüşərik.